Salam əziz abituriyentlər, 11 yanvar 2026-cı il tarixində 10-cu sinif 3-cü qruplar üçün keçirilmiş hədəf sınağının tarix sualları ilə tanış olaq. 31-ci sual, 10-cu əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilmiş şəhəri Xəzər müəyyən. Bildiyimiz kimi Əbu Tahir tərəfindən 918-ci ildə paytaxt Şamaxı şəhərinə köçürülmüşdür. Şamaxı isə 2 olaraq burada qeyd olunub. Doğru cavabımız D variantı. Digər rəqəmlərdə göstərilən yerlər isə 1 Təbriz, 2 dediyimiz kimi Şamaxı, 3 Gəncə, 4 Ərdəbil şəhəridir, 5 isə Dərbənd. Osmanlı dövlətinə yanlış ifadəni müəyyən edin. Bizans Anadolu torpaqlarına qovub çıxardı. Orxan Qazi, bəli, doğru cavabdır. Maltepe döyüşündə Bizans qoşunlarını məğlub etdi Osmanlı ordusu, bəli. Bu da Orxan Qazinin dövründədir. Qanunnamə adlanan qanunlar toplusu hazırlanmışdı. Sultan 1-ci Murad deyil, 2-ci Mehmet 1476-cı ildə. Bu yanlış cavabdır. Doğru cavabımız, testin doğru cavabı C variantı. Maliyyə işlərinə dəftərdar baxırdı. Bəli, Osmanlı İç Donanmada İzmit İdib mərkəzi Orxan Qazi tərəfindən yaradılmışdı. Şəddadilər dövlətinin Eldənizlər dövlətinə oxşar, Rəvvadilər dövlətinə fərqli cəhətini müəyyən edin. Dəbil uğrunda mübarizə aparması. Bəli, Şəddadilər 1037-ci ildə Dəbil uğrunda demək Gürcülərlə mübarizə aparmışdı. Demək Oğuz Səlcuqlarla birlikdə. Eldənizlərdə də eyni xüsusiyyət var. Dəbil uğrunda 1163-cü Naxçıvan döyüşünü qeyd edə bilərik. Rəvvadilərdə belə bir xüsusiyyət yoxdur. Çünki Rəvvadilər Azərbaycanın cənubunda mövcud olub. Yəni Dəbil şəhəri isə Azərbaycanın şimalındadır. İndiki İrəvan yaxınlığında olub. Azərbaycanın cənubunda yaranması, Şəddadilər və Eldənizlər Azərbaycanın şimalında yaranıb. Demək, dövlətin ilk paytaxtına əsasən onun Azərbaycanın şimalında yoxsa cənubunda yaranmağı müəyyən etmək olur. Şəddadlərin paytaxtı Gəncədir, Eldənizlərdə də Naxçıvandır. Bunlar da Azərbaycanın şimalındadır. Erkin orta əsrlər yaranması hər üçü, Alparslan tərəfindən süquta uğraması. Şəddadilər Məlikşahın dövrünə süquta uğradılıb, Eldənizlər ümumiyyətlə Səlcuqların bu dövrünü görməyib. 11-ci əsrdə mövcud olması hər üçünə aiddir. 34-cü suala baxaq. Dehli Sultanlığı Məmlüklər və Xərəzlər sülalası dövründə Məmlüklər bildiyimiz kimi dövlətin yaranmasından, yəni 1206-cı ildən 1290-cı ilə qədər dövlət idarə edib. Xərəzlər sülalası 1290-1220-ci illərdə ölkəni idarə etmişdi. Türk dini yayılmasına xüsusi diqqət yetirilirdi. Bəli, bu Məmlüklər hökmdarı Qutbəddin Aybəkin ilə qurucusu Aybəkin dövründə olan xüsusiyyətdir. Əmir Teymura qarşı mübarizə 1398-ci ildə göstərilmişdi. Bu dövrdə Məmlüklər sülalası yox idi. Əməvilər xəlifəsi ilə yox, Abbasilər xəlifəsi ilə əlaqələr saxlanılmışdı və Eltutmuş xan Abbas xəlifəsindən Hindistan sultanı titulunu almışdı. Xələclər Monqollara qarşı mübarizə aparmışdı. Bəli, doğrudur. Əlaəddin Xələc Monqolların hücumunun bir dəfəlik qarşısını almışdı. Yeni dövlətin əsasına qoyuldu. Xeyr. Vergi sistemi nizamlandı. Bəli, Əlaəddin Xələc vergi islahatı keçirmişdir. Doğru cavabımız 1A, 2D, DF. Doğru cavabımız D variantı. Daha əvvəl baş vermişdi. Monqollar tərəfindən Azərbaycanın işğalının bəyə çatdırılması 1239, Dərbəndin tutulması ilə, Gəncədə Bəndər üsyanı 1231, Monqolların ikinci yürüşünə məruz qalması 1231, 1239. Atabəylərin süqutu 1225, Şirvanşahların Xarəzmşahların Asveriyə düşməsi 3-cü Fərbiz 1227. Daha əvvəl dediyi üçün burada doğru cavab D variantıdır. Çünki Atabəylər süquta uğradan ilə Xarəzmşah Cəlaləddindir. Bu da 1-ci, 2-ci yürüş aralığında baş vermişdir. Hadisə nəticəsi pozulmuşdur. Diqqətli olaq. Kulikova döyüşü 1380-ci ildə baş verib və Qızıl Ordu xanı Mamay xan məğlub olub, Ruslar qalib gəlib. Doğrudur. Kubilay xan Çinə yürüş etmişdi 1271-də və Pekini tutmuşdu. Doğrudur, Çinin cənubu idi Pekin. Terek döyüşü 1395-ci ildə baş verib və Qızıl Ordunun şərq əraziləri Teymurların ərazisinə keçib. Doğrudur. Qaraqorun qurultayı 1235-ci ildə keçilib. Monqol dövləti isə 1206-10 qurultayında yaradılıb. Doğru cavab burada yazılmalı idi ki, Qaraqorun qurultayından sonra qərbə yürüşlər, Qıpçaq çölünə yürüşlər baş verib. Batxanı baş çıxdı. Kosovo döyüşdə 1389-cu ildə baş verib və serblər məğlub olub. Doğrudur. 37-ci suala baxaq. İmperator Justinian və Böyük Karlın oxşarlığı. Justinian bildiyimiz kimi 527-565-ci illərdə Bizans imperatoru olub. Böyük Karl isə 768-814-cü illərdə Frank imperatoru olub. Sasanlara qarşı mübarizə demək Justinianda var. Böyük Karl Sasanilər görməyib. Çünki Sasanlar 651-də süquta uğramışdı. Paytaxtın yeni şəhərə köçürülməsi heç birinə aid deyil.
İspaniya və İtaliyada yeni ərazilərin ələ keçirilməsi hər ikinə aid xüsusiyyətdir. Burada German tayfalarla mübarizə aparılmışdı bu ərazilərdə. Vandal krallığının tutulması demək bu da Justiniana aiddir. Yalnız Ərəb xilafətinə qarşı mübarizənin aparılması bu da yalnız Böyük Karla aiddir. Çünki Justinian Ərəb xilafətini görə bilməz. Şirvanşah 3-cü Mənçur hakimiyyət dövrünün xüsusiyyətləri 1120-1160-cı illərdə hakimiyyətdə olub. Kəsran hökmdarı 3-cü Mənçur Eldənizlər dövləti ilə dostluq münasibətləri saxlaması bu 1-ci Axistana aid xüsusiyyətdir. Hətta Axistanı ilə Eldəniz taxta çıxarmışdır. Səlcuq sultanı xərac ödəməyi dayandırması 1123 və İraq Səlcuq sultanı Sultan Mahmudun Şirvana yürüşü ilə nəticələnmişdir bu hadisə. Bu doğru cavabdır. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi bu da eyni ilə 1192-ci ildə 1-ci Axistana aiddir. Gürcülərin Şamaxını ələ keçirməsi bildiyimiz kimi 4-cü Davidin 2-ci yürüşü 1124-cü ildə Şamaxı, Şabran və Buğurt qalaları ələ keçirilmişdi. Bu da 3-cü Mənçurun dövrünə aiddir. Yeni Suanın əsasını qoyulması aid deyil. Doğru cavab 2 və 4. Slavyanların Bərdəyə hücumu bildiyimiz kimi 944-cü ildə baş vermişdir. Şəhərə daxil ola bilməyən yox bilən. Şəhər qarət yolunda əhaliyə divan doğrudur. Xalqın möhkəm iradəsi və yoluxucu xəstəliklərin yayılmasına görə Slavyanlar əhalini şəhəri 945-də tərk edirlər. Doğrudur. Sacirlərin yox, Salarilərin Bərdədəki nümayəndəsi məğlub olmuşdu. Doğru cavab 2 və 3. Aşağıdakı hadisələrdən hansılarının yerini dəyişdikdə xronoloji ardıcıl düzgün olar? Karl Martin ərəbləri məğlub etməsi 732 Platiya döyüşü, Sasanlarla Bizans arasında sülh 532-ci ildə imzalanmışdı. Şirvanşahların Salarilərin asığa düşməsi Mərzban Məhəmmədin hakimiyyət dövrü illərindədir, konkret ili yoxdur. Mərzban Məhəmməd 941-957-ci illərdə hakimiyyətdə olub. Müqəddəs Roma İmperiyası 962-ci ildə yaranıb. Arıcılığa baxsaq burada 1 və 2-ci yerləri dəyişsək düzgün arıcılığı görmüş olarıq. Doğru cavabımız C variantı. Verilənlər hansı torpaqlara aiddir? Sufi şeyxləri və ruhanilərə verilirdi. İrsən keçir və ilan edildi. Bu soyurqal torpaqlarıdır. Amma Qaraqoyunlar qoyunundakı soyurqaldan söhbət getmir. Bu Moğol imperiyasındakı soyurqal torpaqlarından danışılır. Çünki Qaraqoyunlar qoyununda soyurqal hərbiçilərə verilir, sufi şeyxlərinə yox. Burada da doğru cavab A variantı. 42-ci suala baxaq. Ankara və Terik döyüşlərinin oxşarlığı. Ankara bildiyimiz kimi 1402, Terik isə 1395-ci illərdə baş verib. Hər iki döyüşdə Əmir Teymur qalib gəlib. Demək, doğru cavabımız D variantı. Manna dövlətinin dövlət quruluşunun səciyyəvi xüsusiyyəti. Dövlətdə ağsaqqalların seçili hökmdar idarə edirdi. Xeyr, ağsaqqallar şurası var idi, amma o hökmdara təsir edə bilməzdi. Vilayətləri hökmdar tərəfindən seçilən feodallar yox. Demək, canişinlər idarə edirdi. 8-ci əsrdən əvvəl etibarən hakimiyyət irsən keçirdi. Bəli, doğrudur. Elə İranzun dövründən nümunə göstərə bilərik. İranzundan sonra oğulları hakimiyyətə gəlib. Xalq yığıncağı yox idi. Yoxsul əhali müdafiəçisi strateq bu da Yunanistandaydı. Uyğunluğu müəyyən edin. Rey şəhərini Samanlərdən almışdı. Bu Yusuf Nəbi Sazın xüsusiyyətidir. Doğru 1B. Gürcü və Xəzərlərə qarşı mübarizə aparan Fəzl ibn Məhəmməd idi, Şəddad hökmdarı. Səlcuqların asıllığı qəbul edilib 1066-cı ildə 1-ci Fəri bürcü idi. Məlik titul daşımağa başlamışdı. B, Y, C, Yusif demək. Mərzban Məhəmmədə və 2-ci Ləşkəriyə aid heç bir məlumat verilməyib burada. 1B, 2Y, 3C doğru cavabımız A. Azərbaycan Sasanlar ağalığı dövrünə aid deyil. Bildiyimiz kimi Sasanlar dövləti 226-651-ci illərdə mövcud olub. İrsən keçən torpaqlar Dastakert adlanır, doğrudur. Sasan zülmünə qarşı üsyanlar, bəli, məsələn, demək, Azərbaycanda məsələn var 457-463-cü illərdə azadlıq hərəkatı 2-ci Vaçenin başçılığı ilə üsyan qaldırmışdı. Cavanşirin Xəzərlərlə müqavilə bağlaması 665-ci ilə aiddir. Nikah diplomatiyası eləmiş Cavanşir. Bu dövrdə isə artıq Sasanlar dövləti süquta uğramışdı, yox idi. Doğru cavabımız C. Torpaqdan istifadəyə görə xaraq vergi salınırdı, doğrudur. Əhali də siyahıya alınmışdı. Bəli, 1-ci Mərzbanlıq dövründən söhbət gedir. Bildiyimiz kimi 1-ci Mərzbanlıq da 463-487-ci illərdə mövcud olub. Əhali də bu dövrdə Azərbaycanda siyahıya alınıb. 11-ci 40-cı illərinə aiddir. Dəndənəkən döyüşü baş verməsi 1040 doğrudur. Çilmən döyüşü serblərin məğlub edilməsi 1371 bu dövrə aid deyil. Səlcuqların paylarının Şapurdan Reyə köçürülüb 1043 bu da 11-ci 40-cı illəridir. Şəddadi dövləti və Tiflis müsəlman əvvəl Səlcuqlara tabe edilməsi. Şəddadilər 1088, Tiflis isə 1054-cü illərdə tabe edilib. Bu da göstərilən dövrə aid deyil. Xəlifənin Sultan 1-ci Toğrulu Şərqin Qərbin hökmdarı elan etməsi də 1-ci Toğrulun Bağdada yürüşü 1055-ci ilə aiddir.
1140-cı illər dediyi üçün cavabımız 1 və 3 A variantı. 47-ci suala baxaq. Şirvanşahlar dövlətinə aid memarlıq abidələri. Gülüstan qalası bildiyimiz kimi Şamaxıda yerləşir. 11-12-ci əsr intibat dövrü memarlıq abidəsidir. Qoşamları Naxçıvanda yerləşir. Naxçıvan deyəndə ağlımıza bildiyimiz kimi nə gəlir? Atabəylər dövləti. Memara cəmi tikdiyi abidədir bu. Mərdəkan qalası da eyni ilə Bakıda yerləşir. Bakı da Şirvanşahların 12-ci əsr paytaxtıdır. Sündü kəndində məscid 920-ci ildə tikilib. Şamaxıdan söhbət gedir. Və Şamaxı da Şirvanşahların ərazisi hesab olunur. Doğru cavabımız 1, 3, 4. 5-ə baxsaq, Xudafərin körpüsü 1027-ci ildə tikilib. Şəddadiləri dövlətinə aiddir, yerləşir Cəbrayılda. Azərbaycanın 11-60-cı illəri, 13-30-cu illərinə aid oxşarlığı. Yeni dövlətin yaranması heç birində bu dövrdə dövlət yaranmayıb. Şəddadilərin müstəqilin qorunması 13-cü əsrdə şəddadilər yoxdur. Slavyanlar da bu dövrdə iqarət eləməyib, yürüş eləməyib. Bizans dövlətinin hücumu ümumiyyətlə yoxdur bu dövrdə. Amma Yaddəli tərəfindən işğalının başa çatdırılması doğrudur. Belə ki, 1066-cı ildə Şirvanşahların Səlcuqlara tabe olması ilə 1239-cu illərə Dərbəndin tutulması ilə bütün Azərbaycanın Monqollar tərəfindən işğalına çatdırılmışdı. Paleolit və neolit üçün oxşar cəhət, hər ikisi daş dövrünün mərhələlərdir və alətlər də daşdan hazırlanırdı. Xəritələ rəqəmlərlə şahılmış ərazilərdən hər hansı birinə aid olmayan fikri müəyyən edir. 1 kimi göstərilən yer bildiyimiz kimi Fransadır. 2 İspaniyadır. 3 kimi göstərilən yer Konstantinopoldur, yəni Bizansdır. Bizans. 9-cu əsrdə yeni dövlət yaranmışdı. Bəli, 843-cü ildə Verdə müqaviləsindən sonra Fransa parçalanmış şəkildə Fransa krallığı yaranmışdı. Demək A var. 8-ci əsrdə ərəblərin yürüşünə məruz qalmışdı. Bəli, 711 Cəbəlli Tariq, yəni İspaniya ərazisi. 15-ci əsrdə paytaxt şəhərinə çevrilmişdir. Bizansın mərkəzi Konstantinopol söhbət gedir, yəni İstanbul adı ilə 1453-cü ildə paytaxta çevrilmişdi Osmanlı. Bu da var. Frank imperiyası parçalanması ilə 843 dediyimiz kimi Verdə müqaviləsi ilə Fransa yaranıb. Amma Attilanın yürüşdə nəsə süqut etmişdir. Belə bir məlumat yoxdur. Attila heç bir dövləti süqut uğratmayıb. Bizansa yürüş eləyib, amma onu tabe eləyib. Bunu pozulmuşdu. Hərbi silah keçmiş Çingiz xan və Məlikşah doğrudur. Monqolların yürüşünə məruz qalmışdı. Şəmsəddin dil tutmuş və Atabey Özbək doğrudur. Şirvanşahlar asas salmışdı Alparslan və Qızılarslan. Bu da doğru cavabdır. Paytaxtı yeni şəhərə köçürüb Sultan 1-ci Murad və 1-ci Axistan. Bu da doğrudur. Yeni dövlətin əsasını qoymuşdur. Şəmsəddin elləriniz bəli ellərinizlər. Amma Səlcuq bəy heç bir dövləti yaratmayıb. Onun nəvəsi Sultan 1-ci Toğrul Səlcuqa dövlətini yaratmışdı. Sazilər, Salarilər, Eylər Venn diaqramında müqayisəsinə baxaq. Gürcülərə qarşı mübarizə aparmışdır hər ikisi. Xəzər dənizə ticarət gəmiləri bəli bu Salarilərə aiddir. Azərbaycan ilk dəfə vahid şəkildə birləşdirmiş Yusif Nəbi Sac 10-cu əsrin əvvəllərində 9-cu əsrin ikinci yarısında yaranmışdır 898-ci ildə. Bu da Sacilər dövlətidir. Şirvanşahlar asfəsi salmışdır hər ikisi. Çünki Azərbaycan vahid şəkildə birləşdirmək üçün Şirvanşahlar arasında özünə tabe etməlisən. 1C, D, 2B, 3A'yı doğru cavabımız Y variantı. 10-cu əsrin 60-cı illərinə aid olanları seçin. Xəzər xaqanlığının süqutu 965. 10-cu əsrin 60-cı illidir. Qaraxanlığın yaranması 840 deyil. Qəznənin yaranması 962. 962 də bildiyimiz kimi 10-cu əsrin 60-cı illəridir. Müqəddəs Roma imperiyası da eyni ildə 962-ci ildə yaranıb 1-ci Otto tərəfindən. Doğru cavabımız 1-3-4. Monqol xaqanlığının paytaxtının Pekinə köçürülməsi 1271-dir. Xubilay xan dövrüdür. Səlcuq dövlətində fərqli olaraq Osmanlı dövləti. Bizansa qarşı mübarizə hər ikisində var. Biri Malazgirt, bir də elə 1453 Bizansın süqutu. Hərbçilərə verilən torpaqlar Timar adlarıdır. Osmanlıya aiddir, Səlcuqa yox. Səlibçi qüvvələrin məğlub edilməsi hər ikisinə aiddir. Birinci Səlib yürüşü elə Səlcuqlar üzərində olmuşdur. Osmanlıda elə Niqvoluda Səlibçilərlə mübarizə aparıb. Şirvanşahlar dövlətinin əsas vəziyyətə salmışdır. Osmanlı dövlətinə aid deyil, Səlcuqa aiddir. Bolqarıstan tabe edib Balkan yarımadasını güclənmişdir. Bəli, bu 1396-cı ildə baş vermiş Nipol döyüşünün xüsusiyyətidir. Bolqarıstan tabe edilmişdir. Xonca arıcılıq Didqor döyüşü 1121, Dərbənd Haşimi Şirvanşahların düşməsi 988, Gəncənin Monqol tərəfindən ələ keçirilməsi 1235, Atabəylərin süqutu 1225. Xonca arıcılığa baxsaq 2, 1, 4 və 3. Müvafiq olaraq Atabəylərin və Şəddadilərin dövlət yaratdıqları şəhərlər müəyyən edin. Bildiyimiz kimi Atabəylərin paytaxtı Naxçıvandır. Şəddadilər dövlətinin paytaxtı Gəncə şəhəridir.
Burada da 2 Gəncədir, 3 Naxçıvan ərazisi. Doğru cavab 2 və 3. Digər şəhərləri qeyd eləyək. Burada 1 kimi göstərilən yer Təbriz, 4 Şamaxı, 5 isə 5 demək 5 biraz cənubdur. Həmədan Zəncan əraziləridir təxminən. Zəncan qeyd eləyək, daha doğrusu düzgün olsun. Həmədan yox. Uyğunluğu müəyyən edin. Monqol, Teymuri, Qızıl Ordu dövlətləri hökmdarının Səhərlər tərəfindən himayə edilməsi bu Teymurlara aiddir. Çünki Şah 1. İsmayıl Teymuri hökmdarı Hüseyn Bağanın varislərinə, övladlarına himayə eləmişdi, qorunmuşdu Şeybanilərdən. Demək, bu Teymurlara aiddir. Vergi toplayan məmur Baskaq adlanır Qızıl Ordu dövlətində. Pakin daxil olmaqla Şimali Çinin işğal edilməsi demək. Bu cümləyə diqqətlə baxsaq, burada yazıb ki, Şimali Çin işğal edilməsi doğrudur. Bu 1211-15-dir, amma Pekin onda daxil deyildi. Pekin 1271-də tutulacaq. Ona görə biraz diqqətli olaq cümləyə. Feodallar içərisində bəzi imtiyazlı şəxslərin Tarxan adlanması demək. Bu Tarxan bildiyimiz kimi Qızıl Ordu dövlətindədir. Bu da gedir 3-ə. Varlığına Şeybani tərəfindən son qoyulması yenə də Teymurilər dövlətinə aiddir. Situasiyanı oxusaq, burada demək Malazgirt döyüşündən danışılır. 58-ci sualda Məmməd Bəsonun döyüşünün adını qeyd edilir. Malazgirt 1071. Məmmədə baş verən hadisələr zamanı Azərbaycan şimalında mövcud olan dövlətlərin adını qeyd edilir. Şirvanşahlar dövləti mövcud idi bu dövrdə Azərbaycanda. Demək, bir də Şəddadilər dövləti paytaxtı Gəncə bu dövrdə mövcudluğunu qoruyurdu. Cənubda isə Rəvvadilər var idi, amma bizdə şimal dilinə görə onu qeyd etmirik. Tarixi bildiklərinizə əsasən Məmmədə Bəsonun hadisələri nəticədə bağlanmış müqavilə kimi şərtini qeyd edilir. Bildiyimiz kimi 1071-ci ildə müqavilə bağlanır. Müqavilənin də 2 şərti var idi. 1. Demək, Bizans xərac ödəməli idi və lazımı gəldikdə Səlcuq dövlətinə hərbi yardım, qoşunla yardım etməli idi. Bu məsələ Kadeş sülhündə də bildiyimiz kimi var idi. Videonu bəyənməyi, kanala abunə olmağı, nəticələrinizi rəydə bölüşməyi unutmayın. Sağ olun.